Bir daha vaxtınız xeyir olsun değerli futbol severler, Xəzər Liqasındayıq. 5-ci sezon günün sadece ilk maçı Xəzər Lənkəran və veteranlar arasında baş tutur. Heyətlərlə sizi tanış eləyək. Veteranlar komandasında bugün meydanda Səməd Şəkərli, Firad Hüseynov, Seymur Səlimov, Asif Mahmudzadə, Fəxri Allahverdiyev, Marif Əkbərzadə, Elvin Qafarov, Mirşərəf Hüseynov, Qazi Məhəmməd Ramazanov, Məhəmməd Əkbərzadə, Zamir Ağamirziyev, Vasif Mahmudzadə, Ermət Hüseynov və İlya Maksimov var. Bəzi oyuncular düzdür iştirak ərizəsində həyatları olsa da meydanda bugün mübarizə apara bilməyəcəklər müəyyən səbəblərlə əlaqədar. Rəqibi Xəzər Lənkəran komandasının heyətini sizlərə təqdim edək. Xəzər Lənkəran komandasında meydanda Fərid Quliyev, Ziya Məmmədli, Sədal qapıda Sədal Əliyevdir, İlqar İsmailov, Orxan Dadaşov, Rasim Vəzirov, Cabbar Cabbarov, Həsən Ağamayılov, Orxan Rızazadə, Hidayət Əkbərov, Fethiyyət Qapçıdır, Ülvi Cəfərov, Kərəmət Rızayev və Musa Quluzadə. Belə bir heyətlə də məhz Xəzər Lənkəran komandası mübarizə aparacaq. Veteranlar komandası ənəvvə olaraq yaşıllı qaralı geyimdə, Xəzər Lənkəran isə qırmızılı qaralı geyimdə çıxış edəcək. Canlı bəyənisini maksimum eləyək. Və təbii ki, oyunlarımızı idarə edir təcrübəli hakimlər briqadasından Fəqan Kərimov, hamımızın yaxşı tanıdığı həm komandalara, həm də ona işində uğurlar arzu edirik. Topla oynayan tərəf Xəzər Lənkəran komandası da Ziya Məmmədlidən ötürmə cəhdi qarşıladılar. Cabbar Cabbarov. Hər hansı bir müdaxilə yox idi, sadəcə müvazinətini itirdi. Fəxri Allahverdiyev. Musa Quluzadəyə gəlir top, Quluzadəyə. Out, Xəzər Lənkəran. Musa Quluzadəyə. Daha bir out. Cabbar Cabbarov. Veteranlar komandası topu qazanmaya yaxın idi. Top son anda Kərəmət Rızayev də yerdə qalır və hakim oyunu saxladı. Cərmə zərbəsi. Kərəmət Rızayevə qarşı qayda pozuntusu təsbit edildi. Uğursuz bir ötürmə aldı bu dəfə Rızayevdə və top meydançanı tərk edir. Yeni sezonda məhz gənclikdə keçiriləcək yeni turnirimiz də var. İnşallah ki, üzr istəyirəm, yaxın zamanda başlayacaq. Artıq 10 komandadan çox iştirakçının adları təsdiqlənib. Sizlər də qoşulmaq istəyirsinizsə gənclikdə Aku Arenada bizimlə bərabər turnirdə iştirak edə bilərsiniz. Şərtlər çox sadədir. Səhifəmizə yazın, tarixdə müraciət edin, məlumat verək. Top Sədal Əliyevdə. Zamir Ağamirziyev. Fəxri Allahverdiyev topla təmin etdi, zərbəni indirdi və ay. İyi təhlükəli hücum, hətta deyərdim bu dəqiqələrə qədər ən təhlükəli hücum veteranlar komandasından gəldi. Zərbənin müəllifi 22 nömrəli oyuncu Fəxri Allahverdiyev idi. Məmmədli. Yine Zamir qarşılayır. Hocaboy müdafiəçi Musa Quluzadənin nəzarəti altında top meydançanı tərk etdi. Növbəti out yerinə yetirir Xəzər. Sədail, Ziya Məmmədli, Musa Quluzadə. Ziya Məmmədli. Və top qalkiperdə qalır. Vasif, Fəxri Allahverdiyev. Daha bir out. Veteranlar. Əşküm şans indi Lənkəran təmsilçisində ola bilər. Cabbarov. Son toxunuş Zamir Ağamirziyevdən out. Xəzər Lənkəran. Kərəmət Rızayev. Fəxri Allahverdiyevə keçdi. Rızayev yine topu komandasına qaytarır. Top yine veteranlar komandasına keçə bilər meydanda. Amansız mübarizə gedirdi mərkəz nöqtələrə yaxın zonada. İndi Sədal Əliyev yenidən komandasının hücumunu qurmağa çalışır. Musa Quluzadəyan.
Cabbarov geriye. Quluzadyan. Cabbarov. Musa Quluzadyan. Ziya Mehmedli. Quluzadyan. Yine hücum şansı veteranlarda olabilir. Uzaktan indirilen zərbə cəhdi və yox, o qədər də kəsərli alınmadı. Zərbə və indi meydanda qarşılıqlı top tikilər davam edir. Tamam. Mahmudzadə. Vasif Mahmudzadə topladı. Və hesab açıldı. Vasif Mahmudzadə qarşı almaz zərbə ilə veteranları hesabda önə keçirir. Üstürəm Asif Mahmudzadə. Asif Mahmudzadə 10 nömrəli oyuncu. Qüvvətli zərbəli toru silkələyir və veteranlar 1, Xəzər Lənkəran 0. Fəxri Alaveciv. Və bu dəfə Sədal Əliyev çıxartdı yenə. Qüvvətli zərbə gəlmişdi qapı istiqamətinə. Asif Mahmudzadənin zərbəsindən sonra Sədalin reaksiyası var. Qazi Məhəmməd Ramazanov və bu dəfə də Sədal. Sədal Əliyev. Canlıyımızın bəyənisini artıraq dəyərli futbol sevərlər. Bununla da yayınımıza çox böyük dəstək olmuş olarıq. Hər kəsə inandır, bir dənə yayına tıklasın və bizi daha çox insanlar izləyebilsin. Cabbarov. Növbəti alt veteranlar. Sədal. Sədal Əliyev. Zamir. Çapar olmalı değil, o dönüşsen olmalısa. Seymur Səlimov topu oyuna daxil eləyəcək. Əslində müdafiəçi və playmaker mövqeyində yaxşı mübarizə aparır Səlimov, amma bugün qapıcı mövqeyində mübarizə aparır. Maraqlı bir taktika seçiblər veteranlar. Zamir Ağamirziyev. Çaparov qarşılayır. Kərəmət Rızayev. Məhmədliyə top çatmalı. Asif Mahmudzadə. Zərbə də gəldi və Sədal. Yine qapısında diqqətlidir. Vasif Mahmudzadənin zərbəsindən sonra Sədal Əliyev çıxartdı və küncdən zərbə. Qalkiper topu oyuna daxil eləyəcək. Ziya Məhmədli. Musa Quluzadyan. Fəxrisə qorxma, sır. Ziya Məhmədli. Sədal Əliyev. Düz, əla. Ziya. Düz. Cabbarov. Musa Quluzadə riskli zonada. Təhlükəli səhv az qalsın. Qolla nəticələnəcəkdi bu dəfə. Yaxşı qurtardı epizod. Məhz Lənkəran üçün burada isə Cabbarova qarşı qayda pozuntusu var. Cərmə zərbəsi. Orta. Sədal Əliyev. Musa Quluzadyan. Amirziyev qarşılayır. Kərəmət Rızayev. Seymur Səlimov. Riskli zona yine az qalsın. Nəticə dəyişəcəkdi. Hesabı sizə xatırladım. Veteranlar 1, Xəzər Lənkəran 0. Bizdə. Out veteranlar. 1. Vasif de var. Asif Mahmudzadə. Top Kərəmət Rızayevə gəlir. Kərəmət. Bravo bizdə. Out veteranlar. Canlıyımızın hədəf bəyənisi 40K. Bax bunu da xatırladım. 40K bəyəni tamamında. Bəş qoyda topa. Bizim yayınımız üçün də çox böyük üstünlük olacaq. Əgər tamamlanmasa təbii ki rəy bölməsi bağlanacaq. Onun üçün də aktiv yayınımızı bəyənib 40K-nı tamamlayaq. Gün zərbəsi yerinə yetirəcək veteranlar.
İkinci zərbəsi düzgün yerinə yetirilmədiyinə görə top qalıb küpürə qayıdır. Əleyhissalam, əleyhissalam, xoş gəldiniz. Caparov. Kərəmət Rzayev. Musa Quluzadə. Və bu topda qapının üstündən keçdi. Son zərbə Kərəmət Rzayevdən gəldi. Miridən geriyə Zamir Ağamirzayev. Növbət out Lənkəran. Professionallar icazə varmı? Xeyr. Çox sağ ol Dərviş, çox sağ ol Murad. Yavaş get Fəxri. Xırda get Fəxri. Bravo. Ağladı. Sıx elə. Qəşəng. Sumqayıt futbolunun əfsanəsi Murad qardaşımız, uğurların bol olsun. Sədal Əliyev top oyuna daxil edəcək. Getdi Fəxri. Ziya Məmmədliyev. Bravo Miri. Out Xəzər Lənkəran. Hesabda hansı bir dəyişiklik yoxdur. Xəzər Lənkəran 0, veteranlar 1. Hələ ki hesab eynidir. Kərəmət Rzayev. Ülvi. qədər inamsız zərbə alındı və top qapıdan bir xeyli aralı keçdi. Ağamirzayev. Fəxrallah Veziyevə gəlir top. Fəxri ötürmə edəcək böyük ehtimal. Zərbə artıq mövqeyi var. Zərbə indirilir və gol! Veteranlar fərqi 2 topa çatdırdı. Bu dəfə qolun müəllifi 7 nömrəli oyuncu Vasif Mahmudzadə oldu. Daşınma ilə əlaqədar baş üstə qardaş, baş üstə. Bizə direktə yazarsan. Daima sənin qulluğunda, sənin kimi qardaşların qulluğunda həmişə biz hazırıq. Hesab 2-0 olur. Və time-out götürür buraxılan qoldan sonra Xəzər Lənkəran. Veteranlar 2, Xəzər Lənkəran 0. İnşallah qardaşım. Dostlar 40K bəyəniyə ehtiyac var. Hələ 7K olmuş. Bence çox zəif çıxış edirik. Təbii ki, Evgen Afanasiyevdə. Yəni, desən Afanasiyev deyil. Yəni, canlımızı bəyənənlər var. 3-4 nəfər badiriyyat bəyənir. Çox sağ olun. Mələk xanım, çox sağ olun bəyəni üçün. Amma digərləri susur. Ekranı bəyənək ki, yayınımız daha çox şəxsinin qarşısına çıxsın. O qədər lazımsız yayınlar var ki, minlərlə şəxs onları izləyir. İzləməyə bir yəqin ki, bizim kimi normal kanallar tapa bilmirlər, maarifləndirici kanal tapa bilmirlər. Bu yayın məhz idmana gəncləri və istənilən yaş qrupunu cəlb etmək üçündür. Maraqlı idman havası yaşamaq üçündür və asudə vaxtlarınızı daha, belə desək, maraqlı keçirməyiniz üçündür. Xoş gördük, xoş gördük. 085, xoş gəldin qardaşım. Fəxri Ağdamlıdır. Gel topa yakınlaşın inşallah, topa yakınlaşın. İbrahimov, xoş gəldin qardaş. Bəli, hesab 2-0'dır, time-out başa çatdı, komandalar yenə meydanda və hissənin son 10 dəqiqəsi. Olar. İmkan aşağı in. Olar. Son dəqiqəyə ikisi də necə qoşuldu Xəzər, az sonra görəcəyik. Az qalsın elə yenə topu torlarında görəcəkdi Xəzər Lənkəran. Fəxrallah Veziyevin zərbəsindən sonra dirəyə dəyən top meydançanı tərk etdi. Ferid Quliyev. Maylova top çatmadı, yenə Fəxrallah Veziyev. Zərbə də gəldi və Mirinin zərbəsi. Sədalin ayaqla mükəmməl reaksiyasını izlədik. Növbəti alt veteranlar Vasif Mahmudzadə yan xəttən top oyuna daxil etdi. Zamir Ağamirzayev. Vasif Mahmudzadə, Miridən geriyə. Zamir Ağamirzayev sol ayağını aldı, qüvvətli zərbə gözlədir. Böyük ihtimal və gol! Goldu mu? Hakim mərkəzi göstərir, bəli, gol!
Mükemmel, bəli. Mən də bura kursda gol olduğunu gördüm. Yenə də gözlərim oyunun əsas hakimində idi. Və təbii ki də hakim qərarı düzgün verdi. Mərkəz xəttə yönəltdi komandanı və nəticə Zamir Ağamirzəyevin bu gözəl qolu ilə Veteranlar 3, Xəzər Lənkəran 0. Bir daha xatırladım, möhtəşəm qolun müəllifi Zamir Ağamirzəyev idi. Bəli, tamamilə doğru. Zamir Ağamirzəyev 11 nömrəli oyunçu fərqi 3 topa çatdırdı. Aleksandr Coşqun Məmmədov, xoş gəldiniz. Bax, belə qola 40 bəyəniyə çatmamışıqsa da nə deyim? Quliyev, Fərdi Quliyev topladı. Vasif Mahmudzadə ilə qışqırdı ki, az qalsın özümüzdə telefonu buraxacaqdı. Hesabı sizə xatırladım. Veteranlar 3. Xəzər Lənkəran 0. Alat klubunun oyunu inşallah sabaha U11 liqasında var və bazar günü də U13 liqasında var. 11 liqasında saat 13:20-də olmalı, səhv eləmirəmsə. U13 liqasında isə 09:00-da. İnşallah qabaqda hərəkət elə. Bayravan Ağdaş, xoş gəldiniz yayımıza bir daha. İbrahim Məmmədov topladı. Dadaşov. Orxan Dadaşovdan ötürmə. Maylov. Fərdi Quliyev. Maylova qarşı qayda pozuntusu təsbit edildi və cərmə zərbəsi. Məsafə uzaq olsa da bu məsafədən təhlükəli zərbə indirə biləcək oyuncular var. Çempionata transfer nə zaman başlayır? Transfer hələ bir uzun çəkəcək. Çünki burada qrup mərhələsi çərçivəsində oyunlardır və qrupda 14 komanda xal yığdı kimi hərəsi bir-biri ilə oynayacaq və yalnız play-off-a çatanda, play-off mərhələsinə çatanda transfer olacaq. Dadaşov. Ağamirzəyev qarşılayır. Vasif Mahmudzadə. Top İbrahim Məmmədova gəlir. Və bu zərbədən sonra top qapıdan aralı keçdi. Zamir Ağamirzəyev. Seymur Səlimov. Zamir Ağamirzəyev. Dadaşov qarşılayır. Out, Xəzər Lənkəran. Fəxr Allaveziyev. Quliyev. Toxunuş var və out, Xəzər Lənkəran. Son olaraq Vasif Mahmudzadədən top meydançanı tərk etdi. Nigar İsmaylovun başla zərbəsi idi bu. Top qapıdan yeni aralı keçdi. İsmaylovun isə çərçivəyə ilk zərbəsi idi. Seymur Səlimov. Zamir Ağamirzəyev. Maylov qarşılayır. Maylov. Ötürmə geri dəqiq və out veteranlar. Seymur Səlimov. Mahmudzadə. Qazi Məhəmməd Ramazanov. Əleyhissalam hesabı sizə xatırladım. Veteranlar 3, Xəzər Lənkəran 0. Out, Xəzər Lənkəran. Şahan oynayacaqmı? Yox. Bugün növbəti oyunumuz Porto Baku və Golden Bears komandalarına oynanacaq. Bugün Şahanın oyunu yoxdur. Yine Zamir Ağamirzəyev! Zamir Ağamirzəyev! Zamir Ağamirzəyev! Bugün sanki 4 litr doping içib gəlib meydanda mübarizə aparır. Vurduğu yenə uzaq məsafədən vurduğu baxımlı qol, qarşı alınmaz zərbə və dublini etdi. Komandasının isə 4-cü qoluna imza atdı. Veteranlar 4, Xəzər Lənkəran 0. Cənub təmsilçisinə
Ard-arda qollar vurmağa davam edir veteranlar. İbrahim Məmmədov, Maylov, Həsən Ağa Maylov. Onun da uzadan çox yaxşı zərbələri var. Kün zərbəsi. Xəzər Lənkəran kün zərbəsini yerinə yetirir. Və Seymur Səlimovdan toxunuş var idi, daha bir kün zərbəsi. Yine Səlimov. Fəxri Allaverdiyev. Sədal Əliyevin nəzarət altında top meydançanı tərk etdi. İbrahim Məmmədov, Sədal Əliyev, Ziya Məmmədli. Yuxarıda hədiyyədə butonumuz var. 1001 ədəd qızılgülə ehtiyac var. Hədəfimizi tamamlasaz çox sevinərik. Buna da yayımıza çox böyük dəstək olmuşlar dəyərli izləyicilər. Ən azı bəyəni ilə də dəstək olsaz yenə də təşəkkür edirik. Ziya Məmmədli Namuzadə qarşılayır. Növbəti out veteranlar. Yeni sezonda Xəzər Liqasında iştirak etmək istəyən komandalar səhifəmizə abunə olub müraciət edə bilər. Bir sezonumuz da bir qədər mərkəzdə, gənclikdə olacaq. Aqu Arenada sizləri maraqlı liqamız gözləyir. Onun üçün də mütləq abunə olun ki, məlumatlı olasınız. Hesabı sizə xatırladaq, veteranlar 4, Xəzər Lənkəran 0. Dalkiver topu oyuna daxil eləyəcək. Mahmudzadə. Zamir Ağamirziyev. Yenə Vasif Mahmudzadə. Çarpazdan yoxlayacaq bu ehtimal və top toru yandan silkələdi. Zərbə müəllifi Vasif Mahmudzadə idi. Fəxri Allaverdiyev topu ələ keçirdi. Vasif Mahmudzadə. Və onun zərbəsindən sonra top qapıdan bu dəfə bir xeyli aralıq keçdi. Biri tez! Orta! Götür ortanı! Götür ortanı! Bravo! Dadaşov riskə getməyərək topu təhlükəli zonadan çıxarır. Out, veteranlar. Seymur Səlimov. Fəxri Allaverdiyev. Topu ram etmək mümkün olmadı və onu yenə şanı tərk eləyir. İbrahim Məmmədov. Bravo Fəxri! Yenə Sadail topu oyuna daxil etməlidir. Zamir! İlqar İsmailov. Kün zərbəsi Xəzər Lənkəran. Ardıcıl 3-cü gün zərbəsini yerinə yetirir Xəzər. İbrahim Məmmədov. Məmmədli. Bu topda qapıdan aralar. Oyunu başa kimi ilk hissəni bitirdi. Veteranlar 4, Xəzər Lənkəran 0.